Bu öz yerindədir. Buna söz yoxdur. Tananlərində çeşidini görürsüz də, maşallah. Oradan başlayır, burada qurtarır deyərdim, amma yenə qurtarmır. Hacı, ən çox gələn suallardan biri budur ki, yağlı dəri, quru dəri. Bilirsən ki, ən problemli mövzudur. Bir zəhmət olmasa. Sizə köməkli eləyəcəyəm, amma vizajistlərlə, meykapistlərdən üzr istəyirəm də, çünki bu söhbət biraz gedər olan qulağına satar, deyərlər ki, yenə aslında oğlanlar da başladı da makyajdan danışmağa nəmlə. Demək, burada necədir? Tonal kremi birinci xamlar alanda diqqət edirlər. Əgər tonal krem çox matdırsa, çox qurudsa, onu istifadə edirlər yağlı dərisi olanlara. Əgər tekstur indi burada göstərirəm. Məsələn, bunu vururam. Görürsüz, quru kimi yayılır, görsən? Bunu kim dərisi yağlıdır, bunu alır, dərisində qəşəng effekt verəcək. Bir də burada var, indi digər məhsulumu indi içini də göstərəcəm. Bunun üçün görsən, işıldayır. Bu kimin dərisi qurudur, kimin dərisi qurudur. Sinəmləndirici vurmağa da bəncə ehtiyac yoxdur. Bunu görsə bunun yayılmağını, bu yağlıdır. Və yağlı olanı vurursan quru dəriyə, quru olanı burada da bəllidir onsuz, görsən. Bəli, işıldamağından da bəllidir, görsən. Bu daha çox elə bir ki, işıldayır. Dəri nəm qalır da. Bu isə quruyur. Biraz quruyandan sonra bu quru olacaq. Həm də nə qədər cover olmur, üstünə yazır, baxın. Foundation double cover, 2 qat örtücü. Bunun tərkibində olan minerallar dərini tez örtməyə, qırış, ləkə, sızanaq, nə varsa örtür. Amma dəri nəfəs almır da, indi bir mənalı şəkildə bunu deməliyik də. Nə qədər qatı olsa, nə qədər örtücü olsa, dəri nəfəs almır. Amma biz gündəlik müştərilər, xanımlar istəyəndə biz bu tonal krem veririk ki, bu dəri bundan nəfəs alır, görsən? İndi mən bir şey nəzərlərinə çatdırmaq istəyirəm ki, Hacı, bu daha çox örtücü. Mən bir şey nəzərə çatdırmaq istəyirəm ki, yəni məhsulu satmaqla deyil ha. Təqdim eləmək lazımdır. Baba, harda var yəni belə anlayış olan məhsulda? İngilis dilində də sizin üçün burada tərcümə eləyir. Middle cover, full cover. Okay bro.